O kökü olan bığlı. Sen arası. Hə? Mənə. Ekran başında olan hər kəs Üzü o salamlayıram. təmə. Oyala bax. Hə. Ekran başında olan hər kəs salamlayıram. Hə. Məni bu verilişə dəvət etdiyinə görə Elgiz müəllimə, onun yaradıcı heyətinə çox təşəkkürümü bildirirəm. Çox sağ ol. Mən gənc şair olaraq sizin verilişə gəlmişəm. Yəni burada iştirak edirəm. Şairdir. Bəli, şairəm. Özüm Səməd Rumdan sonra Azərbaycançılıq poeması yaratmışam. Nə? Azərbaycançılıq poeması. Nə deyir mən eşitmədim. Bundan sonra Azərbaycan. Səməd Vurğundan sonra nə? Azərbaycançılıq poeması. Azərbaycançılıq qoyur. Azərbaycançılıq. Bəli, bəli, bəli. Azərbaycançılıq poemasını Bəli, yazmışsan. bəli, bəli. İstəyirəm o şeiri burada ifa Ay eləyim. belə poema baş şeir, hə, şeir demək istəyir. Vətənlə bağlı icazə versəz əgər. O bilsən nəyə döndü bu? Deyirək Muravyova gəlir imtahan verməyə. Oturub bir heyəti. Əyləşin, hamı da əyləşirik. Karnavalda. Valla sən də O gəlsin elə. istedaddan irəli gəlir ilgili. İstedadlı insan. Neçə yaşın var? Mənim 29. Hələ bilmirik bunun istedadı var yoxsa yox. 29. Hələ baxacağıq görək, üslubuna baxacağıq. Üzümü tövbə çevirdə tamaşaçılar səni Ya görsün. siz mənlə söhbət edirsiniz, ona görə mən istəyirəm. Belə tanıyım. Baxanda oğlan düz hara keçəsən? Ortada bir dəyim şey. Hə, orada dayanmaq istəyirsən? Fərqi yoxdur mənim. Dayan orada, hə. Yaxşı, ürəyin harda sənin üçün? Harda, rahatda orada da dayan. Sən bir ovuc torpağımsan, dalğalanan bayrağımsan, ümid verən çırağımsan, Azərbaycan ömrüm mənim, gözəllikdir hər diyarın, şölə saçır bəxtiyarın, dünya tutar iftixarın, Azərbaycan ömrüm mənim, şairlərin vətənisən, şeirlərin söz tənisən, ərənlərin məskənisən, Azərbaycan ömrüm mənim. Nə yaxşı ki yaranmısan, zəfərlərlə daranmısan, döyüşlərdə sınanmısan, Azərbaycan ömrüm mənim. Azadlığa yollar açdın, qələbəyə inam saçdın, qurtuluşu tapıb seçdin, Azərbaycan ömrüm mənim, Azərbaycan ömrüm mənim. Mənə bax. Şeydir, bir əsəbi insansan deyəsən. Mən? Hə, mikrofonla danış. Otur. Xeyr, əsəbi deyiləm. Adam qorxur. Heyecandan ələ Biraz ayağa. həyəcan var, yəni çoxdan defirə çıxmışam, Ayaqlarını dəvət çıxmışam sizin əsirdi. defirinizə. Ayaqlı. Həyəcandan deyə, həyəcandan. Həyəcandan. Əsir ələ ayağı. Eyb yox, canın sağ olsun, heç nə olmaz. Sadəcə orada Bəxtiyarın şöyle saçır deyəndə sən Bəxtiyar kimi nəzərdə tuturdun? Bəxtiyar da yəni şad, xürrəm, yəni o mənada. Hə, Bəxtiyar. Şöyle saçır Bəxtiyar. Yəni sənin Bəxtiyar insanların şöyle bəli, saçır. bəli, bəli, bəli. Ha, onu nəzərdə tuturdun. Necədir? İfadə kimi o düzgün ifadə deyil, Bəxtiyarın işıq saçır. Təbii Şölə. ki, şölə Bəxtiyarın şölə saçır. İnsanların şölə çatır, bu xalqımız şölə saçır. Olsa da daha yaxşıdır. Amma bir şey deyim ki, bu oğlan məni tanımadı güya. Ha. Tanıyam sizi. Ben məni tanıyırsan, sənin kitabın redaktor olmuşam, sənin ön sözü yazmışam. Budurmu sənin ustadıma qarşı qiymətin? Və bircə kəlmə sən mənə salam vermirsən və demirsən ki, Məclis tutub ona görə. Ataş məni kənardan kənara Adam var da tanıyır. məclis tutur Amma onu. Ataş, hələ sənin mən öyrətdim, mən səni o gətirdim mətbuata. Bircə kəlmə salam verəydin. Ki, Nəcibə xanım, necəsiz? Canlı efirdə. Yox, fasilədən söhbət getdi. Yox, görürsünüz ki, həyəcanlı ayağı da əsirdi. İndi ola bilsin ki, özünü itirdi də. Amma mən buna ilk dəfə o xeyirdanı mən vermişəm və demişəm, nəzəri cəhddən də çatışmayan tərəflərdə dərsi keçmişəm. Yaxşı götürdü, qabiliyyəti var, istedadı var, amma biraz indi ola bilir ki, narahatçılıq ola bilər, gərginlik Niyə ola görüşmədin bilər. müəllimindən? Niyə salam vermədin? Bayaq salam verdim, eşitmədim. Həqiqətən salam verdim bir şeydən. Ha, deyir eşitməmişsin. Eşitmədim. Hardan verdin? Mən Elə şey görmüşəm. olan Nəzbə xanım, mən sizin xətrinizi Harda çox istəyirəm. salam verdin? Reklam Hər arası. zaman sizə hörmət edirəm mən. Hə? Reklam arası, bəli, bəli. Yox, görməyim. Sənin neçə yaşın var? 29 yaşım var, özüm yaşlılar birinin üzvüyəm, prezident təqaüdçüyəm. Ha, bəs salam da, nə istəyirsiniz daha? Maşallah. Şəqət yox, mükafat. Mükafat. Çox şad Şəqət oldum bir səninlə dəfəlikdir. tanış olmaq. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Sağ olun, çox Hər sağ kəsə olun. təşəkkürümü bildirirəm. Buradan mənim sosial şəbəkələrdən izləyən dostlarım var, qohumlarım var, yaxınlarım var, Üzüm əzizlərim kamera var. çəkdə görsünlər səni. Hə, onlara öz minnətdarlığımı bildirirəm. Allah razı olsun hamısından. Çox sağ olsunlar. Çox sağ ol. Sən Mənə də dəstək çox sağ ol. olduğuna görə.